Bakı Sumqayıt gəzən Hyundai Sonata, maşın xoda düşmür. Bir daha. Ləzələ, 3. Salam aleykum, hər vaxtınız xeyir olsun. Gördüyünüz avtomobil Hyundai Sonata'dır. Demək olar ki, bu maşın bir çox ustalarımızın yanında olub olan şeydir. Bəzən vaxtı bizim də dirənən yerlərimiz olur, o problem deyil. Amma qəşəng bir dənə maraqlı problem var. Yenə də maşın sahibi dünəndən gətirib yanımıza qoyub. Çünki bu günlər mən Sumqayıt filialındaydım deyənə. Xanım mənimlə danışdı, dedi ki, siz oradasınızsa gətirək yanımıza. Maşın dərdi budur. Xodda söndür. Xodda bir dənə, gör ümumiyyətlə xoddanı. Söndür. Xodda. Deməli, gəlin mən sizə izah edeyim problem nədir. Salam, xoş gəldiniz. Danışın. Deməli, necə olur? Problemlər necə olur? Necə olub? Nə vaxtdan başlayıb? Zəhmət olmasa haqqında bir dənə məlumat verərsiniz. Deməli usta, bu maşınla 2 dəfə Dünən gətirmişsiniz maşını. bəli, dünən axşam evakuatorla gətirmişəm. Maşını bir neçə dənə ustaya aparmışam. Dərdini tapan olmur. Bəli. Ümumi olaraq 2 dəfə kolenvanın daçkini dəyişiblər. Nə işlə görülüb buna görə? 2 dəfə. Bəli, 2 dəfə kolenvanın daçki dəyişib. Benzin nasos, uzbor dəyişib. Sonra injektorları yumuşdum. Sveçalar dəyişilib. Əlavə olaraq 2 dəfə də beynin söküblər, yoxlayıblar, amma yenə də Problem necə olur? Hansı hallarda baş verir? Misal üçün soyuq motor, isti motor. fərqi yoxdur. Həm soyuq motorda olur, həm isti motorda olur. Maşın xodlanır, daha sonra sönür öz-özünə. Getdiyi yerdə olur. Getdiyi yerdə sönür. Təzədən vurursunuz, bir də göz xodlanır, bir də göz xodlanmır. Görürəm, sönür, bəli. 2 dəfə də evakuatorla aparmışam. Ustalar bunun dərdini tapa bilmir. Yenə sönür. Deməli problem nədir də? Sürücülərimiz və ustalar daha gözəl bilər. Bir də görürsüz maşın saat kimi işləyir, bir də görürsüz olmur. Kolenvalın daçki qızandan sonra maşında elə problemlər yaradır. Hətta soyuq motorda da belə bir şeylərlə rastlaşa bilərsiniz. Ola bilər. Deməli, bir dənə xodda indi. Bax, göstərirəm problem nədən qaynaqlanır. Deməli, burada beynin massası var. Maşın demək olar ki, ümumi massası var burada. Göstərəcəm sizə. Baxın, buranı diqqətlə. Oranı götür. Görürsüz, bomboşdur. Götürə bildin mi oranı? Bax. Xodda indi. Bizə bir dənə 10 açar lazımdır. Məni çək. Bizə bir dənə açar, bir də buranı sıxmaq. Ondan sonra maşın işləyəcək. Bayarı kişə sal. Söndür xodda. Bir daha. Yəni 3 saniyə belə xodlanır da maşın. Avtomobilin problemlərdən qalxıb, belə problemlər olanda korobkada da problem göstərə bilər. Vurmalar da baş verə bilər. Bir çox səbəblərdən olur. Sadəcə olaraq maariflənmək üçün çəkdim, paylaşdım. Buyurun, xeyirli olsun, can sağlığına sürəsiz. Çox sağ olun usta. Həqiqətən çox sevinirəm. Özünüz də bilirsiniz ki, maşında problem olanda insan nasda çoğranır. Həqiqətən biz səydim lap əvvəldən gətirərdim maşınımı. Minnətdaram bütün kollektivə, həmçinin də sizə. Təşəkkür edirəm sizə. Həm sizin Nasrinavı düzəldiyinə görə sevindik, həm də maşının problemi düzəldiyinə görə. Can sağlığına sürəsiz.